İlk öncə xanım Məsumənin vəfatı münasibəti ilə, həmçinin dünya müsəlmanlarının görkəmli və məşhur Mərcə Təqlidin həyat yoldaşının vəfatının münasibəti ilə, habelə İslam dünyasının böyük mücahidi, Əhl-i-Beyt məhəbbətinin, Əli şücaətinin müasir dünyamızdakı nümunəsi Şəhid Seyid Həsən Nəsrullah ağamızın şəhadətinin il dönümü münasibəti ilə hamınıza dərin hüzünlə başsağlığı verirəm. Allah Teala bizi qəhrəmanlarını tanıyan, onların yolu ilə addımlayan, bu yolda sabit qədəm qalan möminlərdən, müsəlmanlardan eyləsin inşallah. Bütün insanlar özlərini düz bilirlər. Bugün müsəlman dünyasında cərəyan eləyən bütün firqələr, cərəyanlar, hamı özünü düz bilir. Amma biz kimin düz olub olmamasını təkcə Allahın kitabı ilə və Əhl-i Beytin yolu ilə aydınlaşdıra bilərik. Peyğəmbərimiz buyurdu, mən Quran və Əhl-i Beyti qoyub gedirəm. Siz bunlardan yapışın. Bu barədə çox eşidibsiniz. Həyatda bizim möminlərin əsas vəzifəsi budur ki, Allahın düşmənini tanıyaq, Allahın düşməni ilə düşmən olaq. Əgər kimsə öz şəxsi düşmənçiliyini aparırsa, dünyada din adı altında ya digər adlarla öz şəxsi düşməni ilə mübarizə aparırsa, istər o din cildində ola, istər digər cildlərdə, o dünyada da məğlub olacaq, axirətdə də. Allahın istədiyi möminlər, müsəlmanlar Allahın düşməni ilə mübarizəyə girəcəklər. لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودِ Allah Quranda buyurur, möminlərlə, Allahın əsl bəndələri ilə barışmayacaq qatı düşmən siyonistlərdir. Allahu a'lam bi'adaikum. Allah sizin düşmənlərinizi tanıyır. Sən deyə bilərsən filan kəs düşməndir, o deyə bilər bəhmən kəs düşməndir. Allah deyir ki, sənin düşmənin siyonistlərdir. Bu mövzu barəsində saatlar danışmaq olar. Qısa deyirəm. Əgər 7 oktyabrdan qabaq kimə desəydilər ki, bu siyonistlər bu qədər cinayətkardır, bu qədər natəmizdilər, namərddirlər, hayasızdılar, bizim çoxlarımız inanmazdı. Quran demişdi bunu. Quran demişdi ki, bunlar bu qədər namərddirlər, bu qədər hayasızdılar və cinayətkardılar. Gördünüz, Quranın buyurduğu necə üzə çıxdı? Çoxları çalışırdı onların pulu ilə, onlara nökərlik etməklə, onların cinayətlərini, onların xəyanətlərinin üstün örtə, onları dost kimi təqdim eləyə. Amma Allah qoymaz. Vallahu muxricun ma kuntum taktumun. Nəyə gizlədirsənsə Allah onu çıxardacaq isə. Yaxşıdırsa yaxşını çıxardacaq, pisdirsə pisi çıxardacaq. Gizlədə bilməyəcəksən. Mən Qurandan sizə 2 ayə oxuyacağam. O 2 ayədə Hizbullah barəsində danışılır. Allahın partiyası. Hizb partiya deyilir. Allah da tanıdığımız Allahdır. Allahın partiyası. Allah bir ayədə deyir ki, Hizbullah düz yoldadır. Digər bir ayədə deyir ki, Hizbullah qələbə çalacaqdır. Amma xüsusiyyətləri vardır, şərtləri vardır. Onların birinci şərti
Allahın düşməni ilə düşmən olmaq və dostu ilə dost olmaqdır. La tecidu qavman yu'minuna billahi vel yevmil ahir yuvadduna men haddallaha və rasulah. Mücadilə surəsinin 22-ci ayəsində Allah Teala buyurur: Mömin heç zaman Allahın və Rəsulunun düşmənini sevə bilməz. Bizim İslam dünyasının görkəmli alimi, Qur'anın təfsirçisi Ayətullah Cavad Amuli deyir ki, ayədə daha bir dəqiq məna vardır. Deyir, mömin, Allahı sevən, Allahın yaxşı bəndəsi elə bir hərəkət etməz ki, Allahın düşməni tamahlana, Allahın düşməni İslam'a qarşı, müsəlmanlara qarşı hərəkətə keçməyə meyllənə, ürəklənə. Nəinki düşməni sevməz, elə bir səhvədə yol verməz ki, düşmən sevinsin. Əleyhissalam Nəhcül Bəlağədə deyir, ay bəzi dırnaqarası müsəlmanlar, kəlamukum yuhi sımmas salab və fi'lukum yut'imu fikumul a'da. 29-cu xütbədə Əleyhissalam buyurur. Deyir, siz çox danışırsınız, iddialarınız çox böyüdür. Sizin iddialarınız möhkəm daşları yarar. Amma fi'lukum yut'imu fikumul a'da. Hərəkətləriniz, davranışlarınız, dünyaya olan bağlılıqlarınız, din cildi altında dünyanın döşünü sağmağınız, Əleyhissalam ifadələri Nəhcül Bəlağədə, düşməni sizə qarşı meylləndirir, düşməni sizə qarşı ürəkləndirir. Dediklərinizdə sadiq deyilsiniz. Bu çox mühüm məsələdir. Allah deyir, əsl mömin heç zaman Allahın düşməni ilə dost ola bilməz. İstər o onun kətçisi olsun, istər onun yerlisi olsun, istər hətta atası olsun. وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ. Atası da belə olsa, Allahın düşmənidirsə, düşməndir. Qısa mən sizə deyim, Hənzələ Qasilul Məlaki haqqında eşitməmiş olmazsınız. Uhud döyüşündə şəhid oldu. Onun toy günündə Uhud döyüşünün başlayacağı xəbəri gəldi. Peyğəmbərdən icazə aldı, bir gün həyat yoldaşı ilə oldu. Bir gün gördü. Gəldi, o döyüşündə şəhid oldu. Atası Əbu Amir idi. Peyğəmbər dedi ona, Əbu Amirun fasıq. Bu, İslamdan qabaq Peyğəmbərin gəlişini təbliğ eləyirdi. Hənif dininə qulluq eləyirdi. Amma Peyğəmbər gələndən sonra müəyyən səbəblər üzündən bu Peyğəmbərə qarşı çıxdı. Peyğəmbəri qəbul etmədi. Peyğəmbərə qarşı mübarizə apardı. Gəldi Uhud döyüşündə Peyğəmbərə qarşı vuruşurdu. Hənzələ Peyğəmbər tərəfindən vuruşur. Əbu Amir isə müşriklər tərəfindən vuruşurdu. Bir gün Hənzələ gəldi Peyğəmbərə, dedi, mənim atam Allahın düşmənidir. Allahın Rəsulunun düşmənidir. İcazə ver, mən onun başını kəsim. Peyğəmbər təbii olaraq atanın hörmətini nəzərə alaraq dedi, yox, bu məsləhət deyil. Amma Hənzələ elə bir şəxs idi ki, Allaha xatir atasının başında kəsəcəkdi. Və gəldi, onlar Əbu Amir və Əbu Sufyan digərləri Peyğəmbərin ölüm xəbərini eşitmişdilər. Peyğəmbərin cəsədini axtarırdılar. Gəlib gördü ki, Hənzələ şəhid olub. Və onlar Həmzəni bilirsiniz də müslə elədilər. Bədən üzvlərini kəsdilər. İstirdilər Hənzələnin də bədən üzvlərini kəsdilər. İndi atasına hörmət olaraq bunu etmədilər. Əsl mömin baxmaz. Kim kimdir? O keçdi Peyğəmbərə tərəf, atası isə qarşı tərəfdə vuruşurdu. Hizbullah, Hüseyn Həsən Nəsrullah başda olmaqla bu illər ərzində göstərdi ki, Allahın düşməni ilə vuruşur. Bu çox mühüm bir məsələdir. Bugün bizi çaşdırmaq istəyirlər. Deyirlər, bu sənin şəhidindir, o onun şəhididir. Mən sizə deyim ki, əgər şəhiddirsə biri, o bütün müsəlmanların şəhididir. Çünki şəhidin mənbəyi dinlə bağlıdır. O millətlə bağlı deyil. Seyyid Həsən Nəsrullah hamımızın şəhididir. Əbu Mehdi Mühəndis hamımızın şəhididir. Həmzə bizim şəhidimiz deyil. Axı Həmzə ərəbdir. Nətər bizim şəhidimiz olur? O insanlar ki, bugün
Deyirlər, mənim, sənin şəhidim. Əslində onlar dini qəbul etmirlər. Bizim qəlbimiz Qəzzədə də döyünür. Livanda da döyünür. İranda da döyünür. Suriyada da döyünür. Yəməndə də döyünür. Hər yerdə məzlum varsa, xüsusilə Əli şiələri varsa, düşmənə qarşı mübarizə aparırsa, bizim qəlbimiz onlarla olmalıdır. Mən istəmirəm bu qədər uzun-uzadı danışım. Əli əleyhissalamın yanına döyüşlərdən birində gəldilər, dedilər, ya Əli, qardaşım çox istəyirdi bu döyüşdə iştirak eləyə. Ağa dedi, əhva əxikə mə'na. Dedi, onun qəlbi bizimlə idi. Dedi, əlbəttə qəlbi bizimlə idi. Dedi, nə təkcə o. Qiyamətə qədər doğulacaq, bizim yolumuzda olacaq, qəlbləri bizimlə döyünəcək hər bir şəxs bizimlə bu müharibədə şərikdir. Bu müharibədə şərikdir. Əleyhissalam nəsil vaxtda deyir. Yaqva bihimul iman. O şəxslər imanı ucaldacaq və iman onların vasitəsilə möhkəmlənəcəkdir. Birinci məsələ budur. Mən mövzularım çoxdur, istəmirəm çox haşiyə çıxım. Sən Allahın düşməni ilə mübarizə elə. Allahın da düşməni, bəşəriyyətin düşmənidir. Görün, bu sionistlər təkcə Livanlıların ya Qəzzəlilərin, Fələstinlilərin düşməni deyil. İrana da hücum etdi. Suriyaya da hücum etdi. Qətərə də hücum etdi. Sənə deyim, Allah eləməsin. Bu cür geçsələr, bütün ölkələr hücum edəcəklər. Elə bilirlər ki, biraz güc əldə eləyiblər. Bunu başa düşməyən ancaq üzr istəyirəm ifadəmə görə, uzun qulaq ala bilər. İkinci məsələ budur. İkinci xüsusiyyət budur ki, salavat çəkdirin Peyğəmbər və Ali Peyğəmbərə. وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُ بِرُوحٍ مِّنْهُ. Allah deyir, Hizbullahın ikinci xüsusiyyəti budur ki, Allah onların qəlbinə imanı yazıb və onlara bir xüsusi ruh vermişdir. Baxın, bir var siz su üstündə gedirsiniz. Bir var qar üstündə gedirsiniz. Bir var palçıq üstündə gedirsiniz. Su üstündə gedirsən, izin itir tez. Qar üstündə bir müddətdən sonra gedər. Palçıq üstündə biraz zamanı çoxdur. Amma daş üstündə, həkk eləsən nəysə, daş üstündə, o aradan getməyəcəkdir. Allah bu insanların qəlbinə deyir, imanı yazmışdır. İman yazılıb onların qəlbinə, dəyişən deyildir. O da onların əməlinin sayəsindədir. Çünki onlar Allahın düşməni ilə düşmən oldular. Və əyyədəhu bi ruhin min. İkinci xüsusiyyətləri budur. Bunlar mən bir yerdə qeyd etdim. Onlar şücaətli olacaqlar. Cəsarət olacaq onlarda. Hədislərdə gəlib, ümumi insanlara 3 ruh verilib. Möminlərə isə 4-cü bir ruh verilir. Bu hədisdədir. Baxın hədis kitablarımıza. Allah möminə xüsusi bir ruh verir. Peyğəmbərlərə, imamlara isə 5-cisi də verilir. O ruhul qudusdur. Müqəddəs ruh. O 5-cisidir, o bizə verilmir. Amma möminə 4-cü ruh verilə bilər, əgər mömündürsə. Əlaməti budur. O qorxmaz olar. O yorulmaz olar. Şücaətli olar. Digər bir ayədə Allah bunu işarə eləyir. Yücahiduna fi sabilillah və la yaxafuna lawmata laim. Onlar Allah yolunda cihad eləyəcəklər, mübarizə aparacaqlar. Heç bir dannaqdan, qara piyardan, ləkə kampaniyasından qorxmazlar. Bugün Hizbullaha qarşı təkcə hərbi meydanda mübarizə getmir. Media sahəsində propagandalar, təbliğatlar gedir. Daxildə, ictimaiyyətdə qarşıdurma yaratmaq istəyirlər. Siyasi təzyiqlər vardır. Bütün bu təzyiqlərə rəğmən illərdir bu Əhl-i-Beyt balaları öz rəhbərlərinin müdriklüyü və şücaəti sayəsində ayaq üstə dayanıblar. Bir var, biz oxuyuruq.
Bir var bizə nümunə göstərir Allah. Bugün sən bu nümunəni də görüb anlamırsansa, vay sənin halı var. İkinci məsələ budur ki, şücaət verirlər. Siz görürsünüz toyuqlar, mən misal deyim keçim, toyuqların 100 adamın qarşısına qaçar, 200-ü də qaçar. Amma Allah bir toyuğa 10 dana yumurta verir, ona elə bir ruh verir ki, o kürt yatanda, qarğa da üstünə gələndə onun gözünü çıxartmaq istəyir, qırğı da gələndə onun üstünə atmaq istəyir, atlanmaq istəyir. Nədir o ruhunda? O cəsarət ruh hardan gəldi ona? Allah istəyir o balaları qorusun. Ona o şücaət ruhunu verir, o cəsarət ruhunu verir. Və əyyədəhu bi ruhim min. Allah öz partiyasından olan bəndələrinə bir şücaət ruhu verər. İmam rəhmətli dünya qorxurdu. Fransada təyyarəyə minəndə dedilər ki, onun təhlükəsizliyinə təminat vermirlər. Nə olacaq bilmirik. Hey təbliğatlar, hey qorxu yaradan hərəkətlər, sözlər, müsahibələr. Dedi, yox, mən hədəfim üzrə gedəcəm. O qorxaq adamlar heç vaxt bu cür böyük işləri görə bilməzlər. Əli əleyhissalam, niyə Əli əleyhissalamdır? Bir xüsusiyyəti budur ki, Həzrət Əli şücaətlidir. İmam Zeynul Abidin deyir, Allah bizə 6 fəzilət verir, bir də şücaətdir. Allah öz partiyasından olana şücaət verəcək. Üçüncü, Allah onları sevir. Hardan deyirsən Allah onları sevir? Allah Quranda bu Yahudilərə deyir, bunlar özlərini Allahın övliyaları bilirlər. Və qalə Yahudu və Nasara nahnu abnaullah və ahibbauh. Biz Allahın əziz balalarıyıq. Allah bizi çox istəyir. Bir çox ayələrində var. Bəl entum bəşərun mimmən xələq. Nağıl danışmayın, siz də elə başqaları kimi bəşərsiniz. Deyir, siz əgər düz deyirsinizsə, Allah sizi çox istəyir. Əgər Allahın dostlarısınızsa, övliyalarsınızsa, onda fətəmənnəul mavtə in kuntum sadiqin. Niyə şəhadət istəmirsiniz, ölümü istəmirsiniz? Qul ya eyyuhəllədinə hadu, in zəamtum ənəkum avliyəu lillah min dunin nas, fətəmənnəul mavtə in kuntum sadiqin. Əgər siz Allahın dostlarısınızsa, Allah sizi daha çox istəyirsə, onda Allahın görüşünə tələsində yalan danışırsınız. وَلَا تَجِدَنَّهُمْ أَحْرَسَ النَّاسِ عَلَى حَيَاتٍ. Allah Kur'an'da dünyaya en haris olan insanlardır bunlar. Allah'a onların məhəbbəti yoxdur. Bu ne için dedim? Hizbullah'ın əsgərləri, bu zalimlara qarşı vuruşan bu cavanlar, bu mücahidlər şəhadəti özləri üçün zirvə bilirdilər. Qasım Süleymanı ağa şəhadəti izləyirdi. Şəhadətin arzusundaydı, çıxışlarını ki görürsünüz. Seyyid Həsən Nəsrullahın çıxışlarına baxın. Allah'tan Qədr gecəsində şəhadəti istəyirdilər. Allah deyir, mənim görüşümə gəlmək istəyənlər mənim dostlarımdılar. Sən nətər dostumsansa, nətər dostumsan ki, mənim görüşümə gəlmək istəmirsən. Ölüm adı gələndə qorxursan. Danışma ondan. Ölüm adı çəkiləndə halın pozulur. Sən nətər dostsan? Allah deyir, mənim dostum mənim görüşümə tələsər. Və ona görə də onlar tələsirdilər. Onlar şəhadət arzusundaydılar. Dünyaya bağlı olan insan bunu başa düşməz ki. Əli əleyhissalam deyəndə fustu və Rabbil Kəbə, and olsun Kəbənin Rəbbinə mən xoşbəxt oldum, mən hədəfimə çatdım. Bunu ancaq və ancaq Əlinin yolunda olan başa düşə bilər. Həzrət Əli bunu kiməsə xatir demirdi ki. Xilas oldum deyir, hədəfimə yetişdim. Məni şeytan azdırmadı, məni dünya özünə cəlb etmədi. Mən nə istəyirdimsə ona nail oldum. Alnı açıq, üzü ağ Allahın dərgahına gedirəm. Bu çox mühüm bir məsələdir. Seyyid Həsən Nəsrullah və o mücahidlər Allahın dostları idi ki, Allahın görüşünə tələsirdilər. Seyyid Həsən Nəsrullah'a mən sizə bir söz deyim. Bir neçə il bundan qabaq Amerikanlılar xüsusi bir
xəbər göndərdilər. Dedilər ki, sən bizlə. Mən bunu ağanın şəninə bir şey kimi baxıram. Onu deməyi də özümə xoş bilmirəm, amma deyirəm ki, biləsiz. Bu qüdrətin var. Ərəb dünyasının sən bənzərsiz və rəqibsiz bir liderisən. Cəmaət sənin yolunda canını verməyə hazırdır. Gəl bizimlə biraz razılaş. Qal istədiyi elə. Bizim rəhbərlərimizin böyüklüyü buradadır. Görürsünüz, bəzi dünyanın o dırnaqarası liderləri müxtəlif cildlərə girirlər. Köləlikdən tutmuş qulluğa qədər eləyirlər ki, hakimiyyətdə qalsınlar. Bunlar məlumdular kimlərdirlər. Seyyidin böyüklüyü onu dedi ki, sən kimsən, mən səndən razılığa gəlim. Mən Allahla razılığa gəlmişəm. Mən öz torpağımı müdafiə edirəm. Mən Əlinin bugünkü əsl şiəsiyəm. Əli əleyhissalamın şücaətini, axirətə olan eşqini, Allah olan sevgisini tərənnüm eləyirəm. Vallah, li ibn Abi Talib anithun bil mavt minət tifli bisədi ummi. Həzrət Əli deyir, and olsun Allaha, mənim ölümə, şəhadətə olan eşqim, uşağın anasının südünə olan eşqindən də çoxdur. Bu Əlinin yoludur. Əlinin yolunu tərənnüm eləyirdi. Əgər bir insan şəhadət arzusundadırsa, Allahın dostudur. Çünki Allahın görüşünə getmək istəyir. Allah deyir, mənim sevənlər, mənim görüşümün arzusunda olanlar. Dördüncü xüsusiyyəti qeyd edim, yücahiduna fi səbilillah. Onlar mübarizə eləyirlər Allahın yolunda. Heç bir şeydən də çəkinməzlər. Bilirsiniz nə qədər təzyiqləri var, nə qədər təpkiləri var. Mən də bunu vaxtım yoxdur, sadalayayım. Ayənin davamında Allah Teala buyurur: Radiyallahu anhum və radu an. Allah onlardan razıdır. Sən Allahın düşmənindən düşmən ol. Gör Allah sənə nə verəcək. Allah sənə verəcək, sən qəlbində iman sabitlənəcək, şücaət verəcək. Və yudxiluhum cennetin tecri min tahtihan anhar. Cənnətə daxil eləyəcək. Radiyallahu anhum. Allah onlardan razıdır. Və radu an. Onlar da Allahdan razıdırlar. Ulaike hizbullah. Əla inna hizballah humul muflihun. Bunlar Allahın partiyasıdır. Bu hizbullahdır. Bir bu ayədədir Mücadilənin 22-ci ayəsində Allah Teala Hizbullahdan və Hizbullahın xüsusiyyətlərindən danışır. Allahın düşmənindən düşmən olarlar, şücaətli olarlar, Allahdan razı olarlar. Baxmayaraq ki, illərlə idi Seyyid Həsən Nəsrullah, Hacı Qasim, digər şəhidlərimiz təqibdə idilər, məhdudiyyətdə idilər, gecə-gündüz mübarizədə, müharibədə idilər. Amma baxın danışıqlar, necə Allahdan razıdırlar. Bizim üçün bir problem yaranır. Nə qədər Allaha gülə-güzar eləyirik, naşükürlük eləyirik. Və belə insanların qiyməti, dəyəri və hədiyyəsi də şəhadətdir. Onlar üçün döşəkdə, evdə dünyasını dəyişmək yaraşmır onlara. Allah onlara o mükafatını verir. Bir bu ayədidir, Allah Teala deyir, Hizbullah budur. İkinci də Maidə surəsinin 55, 54, 55, 56-cı ayələridir. Ya eyyuhellezine amenu men yertedde minkum an dinihi fesawfa ya'tillahu biqavmin yuhibbuhum və yuhibbuna. Hər kəs dinindən dönsə, Allah elə bir qövm gətirəcək. Onlar da Allahı sevirlər, Allah da onları sevir. Mən sizə dedim ki, Hizbullahı Allah sevirdi, Həsən Nəsrullah Allah sevirdi. Çünki o şəhadət arzusunda idi. Yuhibbuhum və yuhibb. Əzillətin aləl mu'minin, əizzətin aləl kafirin. Onlar kafirlərlə barışmaz və məzlumlarla mehribandılar, şəfqətlidirlər, mərhəmətlidirlər. Bu xüsusiyyət çox mühüm bir xüsusiyyətdir. Həm Mücadilə surəsində gəlir, Allahın düşmənindən düşməndirlər. Həm bu ayədə gəlir, Allahın düşmənindən düşməndirlər. Həm də Muhammedun Rasulullah vəllezine ma'hu əşiddə aləl kuffar.
həm də Fəth surəsinin 29-cu ayəsində, sonuncu ayəsində Allah Teala buyurur ki, peyğəmbərlə birgə olanların xüsusiyyəti budur ki, onlar Allahın düşmənləri düşmən, dostlarla dostdular. Əzillətin aləl müminin, əizzətin aləl kafirin, yücahiduna fi səbilillah və la yaxafuna ləmmədəllahi. Onlar vuruşacaqlar. Heç bir danla vurandan, heç bir ləkədən, heç bir təbliğatdan qorxmazlar. Zəlikə fadlullah yuti mən yəşa. Bu Allahın bu insanlara verdiyi bir lütfüdür, fəzilətdir. Vallahu vasiun alim. Allahın fəziləti genişdir. Siz də çata bilərsiniz, amma Allah bilir kimə verir. Alimdir o. Sonra buyurur, İnnəmə valiyyukumullahu və rasuluhu vəllədinə amenullədinə yuqimunəs-salat və yutunəz-zəkədə və hum rahikum. Sizin rəhbəriniz yalnız və yalnız Allah Peyğəmbəri və Əlidir. İndi bilirsiniz kimi sevməlisiniz? Orada təbərra idi, düşmənə qarşı burada təvəlladır. Və mən yətəvəllallaha və rasulahu vəllədinə amenu fə innə hizbəllahumul qalibun. Hər kəs Allahı, Peyğəmbərini, Əlinin vilayətini qəbul eləsə, onları təvəlla eləsə, o Hizbullahdandır. O Allahın partiyasındadır. Və Hizbullah da qalibdir. Baxın, bu xüsusiyyətlər ki, bu ayələrdə gəlir, bizim Hizbullah hərəkatında qabarıq şəkildə görünür. Bütün bu xüsusiyyətlər vardır. Bu, Qur'ana isnadan dediyim söhbətin böyük bir hissəsidir. Bir şeydə qısa olaraq toxanım da bu ayələr barəsində çox dayanmaq olar. Mən üzr istəyirəm alimlərdən çox vaxtını aldım. Bir də siyasi tərəfi bunun vardır. Hizbullah təkcə bir hərbi qanaddan ibarət deyildir. Hizbullahın siyasi qanadı var, mədəni maarif qanadı var, Hizbullahın iqtisadi qanadı var, hətta kəşfiyyat qanadı var. Bugün Livanda düşmən, görürsünüz təbliğatlarda bizdən də çox soruşurlar. İstəyirlər Hizbullahı tərk islah eləyərlər. Mən yox, böyüklərimiz deyib ki, bu qeyri-mümkün bir şeydir. Hizbullahın özü Livan ordusundan daha güclüdür. Hizbullah ya könüllü verməlidir silahı, ya da silahla almalıdırlar onun silahını. Silahla ala bilməzlər, çünki bu ondan daha güclüdür. Könüllü də verməyəcək. Hizbullah bundan qorxur ki, fitnə düşməsin təkcə. Niyə İsrail Amerikanın pulunun vasitəsilə, ərəblərin bəzilərinin ağılsızlığının vasitəsilə istəyir Hizbullahı tərk silah eləyir? Çünki müharibə ilə hədəfinə çata bilmir. Mühazirədə olan Qəzzəni məğlub eləyə bilmir. O nətər Livanı məğlub eləsin? Nətər Yəməni məğlub eləsin? Ona görə də müxtəlif yollara əl atırlar. Daxildən güya Hizbullahı tərki silah etsinlər. Seyyid Həsən Nasrullah çox böyük şəxsiyyət idi. Onun yerini dolduracaq şəxsin vəzifəyə gəlməsi üçün zaman lazımdır. Amma Hizbullah sizə deyir ki, şəxs üzərində qurulan bir təşkilat deyildir. Hizbullah sistem üstündə qurulan bir təşkilatdır. Çox dərin kökləri vardır. Dünyada ən güclü təşkilatdır. Hər cəhətdən. Bu onun dini nöqteyi nəzərindən, Quran nöqteyi nəzərindən məşruiyyətini isbat edən, legitimliyini isbat edən ayələr. Bu da onun siyasi tərəfdən. Bugün İsrail, Amerika düşüblər meydana ki, Hizbullah tərk silah etsinlər. Bu qeyri-mümkün olan bir şeydir. Təbii olaraq biz müsəlmanlar, Hizbullahın özü, digərləri daha ayıq, sayıq olmalıdırlar. İsrail ilə bağlı bir iki şey deyim. Əvvəla, İsrail bugün atdığı addımları onun qələbəyə olan ümidindən irəli gəlmir. İsrail xalqı iki hissəyə bölünüb. Mən bunu keçən dəfələr də xütbələrimdə demişəm. İsrailin xalqın bir qismi ideolojidir, dini ideolojidir. Bir qismi də qərb dəyərləri ilə yaşamaq istəyir. Yəni, içindən iki hissəyə bölünüblər bunlar. Hakimiyyətdə olan bugünkü o Netanyahu hakimiyyəti, bunlar ideoloji baxımdan mübarizə aparırlar. O
onların dindarlarının, ruhanilərinin nümayəndəsidir bu. Baxsanız, sosial şəbəkədə də var, onların dırnaqarası alimlərindən biri Netanyahu'ya deyir, sən elə iş görməlisən ki, məşa gəlsin. Bunlar İsa'nın gəlişini qəbul etmirlər, məşa gəlsin, güya bəşəri xilas eləsin. Bunlar dünya üzrə öz hakimiyyətlərini qursunlar. Və bu uşaqların qətlam olunması, İsrailin o ölkəyə, bu ölkəyə hücum etməsinin kökündə hərbi, siyasi təhlillər dayanmır. İdeoloji baxışlar dayanır. Onlar ideoloji baxışlarına görə bu işləri görürlər. Ona görə də məğlub olacaqlar. Çünki onların ideologiyası təhrif olunub. Təhrif olunmuş din, təhrif olunmuş nəticə verəcəkdir. Belə bir təqdim olunur medialarda ki, gör bunlar güclüdürlər, gör bunların atdığı addımlar hamısı hərbi, elmi, siyasi təhlillər üzrə gedir. Yox, elə deyil. Əvvəla Amerika, Qərb, İngilislər İsraili bir alət kimi istifadə edirlər, yaxın şərqdə öz mövqələrini gücləndirsinlər. İkincisi də İsrailin öz daxilindən bizim əlimizə çatan məlumatlara əsasən Netanyahu'nun uşaqları qətlam etməsi, qadın kişiyə, qoca cavana baxmaması onun diyaloji baxışdan irəli gəlir. Nə qədər biz uşaq öldürsək, nə qədər adam öldürsək, güya bunların xilaskarı tez gələcəkdir. Bu baxış üzündən bu cinayətləri eləyirlər. Bunda nəticəsi. Görürsünüz dünyada nə qədər bütün insanlar qalxıb bunların üstünə. Bunlar 2 il bundan öncə ərəblərlə normallaşma prosesini aparmaq istəyirdilər. 2 il bundan öncə. Amma indi elə bir vəziyyət qalıb ki, bunlar Qətərə hücum eləyir bu. Suriyaya hücum eləyir. Əgər belə getsə, digər ərəb ölkələrində, hətta Türkiyəyə də hücum eləyəcək. Bu xəbərlər ki, gəzir, bunlar elə belə deyildir. Bu ondan irəli gəlir ki, bunların ideoloji baxışından bu qaynaqlanan müharibə, hərbi və digər kriteriyalar baxımından düzgün deyildir. Hərbi təhlillər üzündə dayanmır. Ona görə nəticəsi məğlubiyyət olacaq. Siz böyük məğlubiyyəti görürsünüz. Dünyada informasiya vasitələri bunların əlində olmağına baxmayaraq, bugün bütün dünya bunların əleyhinədir. Əvvəl xalqlardır, sonra yavaş-yavaş dövlətlər başlayır. Digər məğlubiyyəti budur ki, bunlar İrana hücum etdilər. 12 gün müddətində 12-ci günü yox, 10-cu günündən başladılar atəşkəs etməyə, atəşkəsi istəməyə. Sual verirəm sizə. İngiltərə, Amerika, İsrailin özü, Fransanın atomu var. 26-dan çox NATO ölkəsi birləşib İrana hücum eləyiblər. Bu cinayətkarlar 12 ildir Fələstində qətlam eləyirlər günahsız insanları. 12 gündə bunlar atəşkəsə gəldilər. 2 ildə atəşkəsə gəlməyən cinayətkar rejim nətər İranda 12-ci günü atəşkəs istəyir? Niyə Fələstində dünya deyir ki, dayandır, dayandırmır? Niyə? Çünki özünü güclü hesab edir. Çünki qabağında duran ona nisbətdə zəifdir. Amma 10-cu gündən İranda başlayır, bu atəşkəs istəyir. Ağası Trump'a zəng gelir, deyir ki, vay vəziyyətin pisdir, məni vəziyyətdən çıxar. Çünki ayaq altında qalmışdı. Çünki başı əzilirdi. Çünki elə bir vəziyyətə düşmüşdü ki, o vəziyyət bir neçə gündə davam eləsəydi, məhv olub gedəcəkdi. Sual verəcəksiniz, özü sual verin. Niyə davam eləmədilər? Çünki qarşıda duran atom sahib olan ölkələrdir. İsrailin özü də vəziyyəti pis olsa, yəni məhvin görsə, götürür atom atar. Onları xilas eləyən budur. Yoxsa onların bugünkü həm siyasi, digər vəziyyətlərdə pisdir. Hərbi nöqteyi nəzərindən də yenə də söhbətim uzanır. 100 ildən çoxdur Qərb dünyası havada müdafiə sistemlər yaratmışdılar. Qırıcı təyyarələr yaratmışdılar. Digər texnologiyaları əl atmışdılar. 20 ildə İranın o məhdud imkanları ilə yaratdığı raketlər o havada müdafiə sistemlərini keçdi, darmadağın elədi onları. NATO ölkələri,
Ərəblər, digər xain ölkələr bir yerdədirlər hamısı bunlar. 30-dan çox ölkə, bir dənə İran raketləri onların texnologiyasını məğlub eləyib. Bu zarafat bir şey deyildir. Onlara nə qədər illər lazımdır, bu başlasınlar, İran da dayandırsın, başlasınlar havadan müdafiə sistemləri arasındakı bu raketlərin qabağını alsınlar. Bəli, bizə də zərbə dəydi, bizə də ziyan dəydi. Təbii olaraq bir ölkə bu qədər qorxaq və cinayətkar ölkə ilə üzdə durubsa, əlbəttə itki verəcəksən. Bizim verdiyimiz itkilər şəhadətdir, şəhadət vermişik biz. Biz öz zəif nöqtələrimizi gördük, amma onlar elə bir zərbələr alıblar ki, sizə deyim ki, əgər onlar biraz hiss eləsəydilər, güclüdülər, nəinki 12 gün, 12 ayda da atəşkəs eləməzdilər. Bu atəşkəs etmələri onların məğlubiyyətinin digər bir əlamətidir. Əlbəttə, heç nə bitməyib. İnşallah, gələcəkdə onların daha da böyük məğlubiyyətinin şahidi olarıq. Seyyid Həsən Nəsrullah dövrümüzün Allahın bizə göstərdiyi Əli əleyhissalamın xalis şeylərindən idi və Seyyid Həsən Nəsrullah simasında Allah bizə bu ayələri məna elədi. Bir mömin, bir şiə, bir ruhani o qədər yüksələ bilər ki, məhdud imkanlarıyla bütün dünyanın qarşısında durar, amma geri çəkilməz, şəhadət şərbətini içər. Bu bizim üçün nümunədir. Ona görə ki, biz dünya meyllənməyək. Şəhadət bizim üçün, Əli şiələri üçün böyük bir zirvədir. Ona görə Allah Teala buyurur ki, Allah onlardan razıdır. Onlar da Allahdan razıdırlar. Allah bizi bu yolda sabit qədəm eyləsin. Allah Teala Seyyidimizi Kərbəla şəhidləri ilə məhşur eyləsin. Allah Teala bütün müsəlman şəhidlərini, Kərbəla şəhidlərini məşhur eyləsin. Bu məclisə gələn qardaşlarımızın nə hacətləri varsa, Əhl-i Beyt xatirinə, bu seyyidlərin hörmətinə Allah hacətlərini rəva eyləsin. Mən bir daha sizdən, xüsusilə alimlərdən, ruhanilərdən üzr istəyirəm. Və əssalamu aleykum və rəhmətullahi və barakatuhu.